Mən sizə deyirəm ki, o günləri gedib deməli hələ həmin talih qarasın. Yalandan dağ kəndinin sakinlərinə deməli birinin bir xeyir işidir. Götürüb mikrofonu sizə söz verirəm ki, Gəgiran kənd, dağ kəndi deyə. Şəhərin qulağının dibində olan kəndlər yolsuzluqdan əziyyət çəkir. Əziyyət yox, inildiyirlər. İnildiyirlər. Dağ kəndinə kişinin oğlu yol çəkəcək. Ara, nə danışdı? Bir istədim televizoru belə qucaqlayım bunu. Bəlkə də çəkəcək, ay Üzeyir. Nə çəkəcək? Bütün stereotipləri qıracaq. Bəlkə də çəkəcək dağ kəndirə Kişinin yolu. başı biznesdən ayrılsa onu da çəkər. Biznesdən başı ayrılsa o yol çəkər. Bizdə məmurların əksəriyyəti Bilməzsə bir şey deyim, əksəriyyəti. Səidə xanım, həyatda xoşlamadığım kişinin yaltaq olmağıdır, kişinin yalan danışmağıdır. Sən onu bacaracaqsansa ona söz ver. Lənkəran sənin üçün oyuncaq deyil. Lənkəran kimi bir cənab mirvarisini bu günləri onun kimi icra başçıları məhv edib it gününə qoyublar. O yollara mən dostlar, qonaqlar gəlir ayrı-ayrı ölkələrdən. Adam utanır o qonaqları o tərəfə aparmağa. Bir zamanlar aeroport var orada. Aeroport var. Sən oranı inkişaf elətdirməlisən ki, turistlər ora gəlsinlər. Ən azından Nataşalar, Mamaşalar əvvəllər ora gəlirdilər. Dəniz var orada, nə bilim şərait var. O yollara görə biabırçılıq Gəlmirlər artıq. İndi ad gününü zəhrimar elədim kişi üçün, görə bağışlasın da neyinim. Yaxşı işdə Talih müəllim. Gələn dəfə tərifləyəcəm. Gələn dəfə tərifləyəcəm, söz verirəm mən sənə.